Salamlar gənclər, bu dəfə sizinlə artıq növbəti mövzumuz olan əməliyyat sistemləri mövzusundan qəbula düşmüş sualların izahına baxmış olacağıq. Deməli, baxırıq suallara. Deməli, qeyd edir ki, bunlardan biri əməliyyat sistemi deyil. Bilirik ki, Unix-dir, Linux-dur, Windows-dur, MS-DOS-dur əməliyyat sistemidir. OS modelinin səviyyələrini keçmişdir. Bu da kompüter şəbəkəsinə aid bir hissə idi ki, cavab olaraq Y variantını götürmüş oluruq. Arxiv faylları üçün hansı genişlənmələrdən istifadə edilir? Arxiv faylının bilirik ki, zipdir, rardır, tardır, windir, jobdır, arjdır, arxiv fayllarının genişlənmələridir. Ona görə arxiv faylının genişlənməsinə zip və rara aid etmiş olacaq. 1 və 5 cavab olur D variantı. Burada giflər, animasiyaların genişlənmələri olacaq. Dojix-dır, Word-ün mətn tipli verilənlərin genişlənməsi. XLS, XLSX isə Excel-ə aid verilənlərin genişlənməsi olacaq. Üçüncü suala baxırıq. Kompüterlərin xarici yaddaşında informasiyanın fayllar şəklində saxlanılması və onların iş sistemi təbii ki, bizdə fayl sistemi adlanmış olacaq. Cavab elə sualın öz daxilində yerləşmiş olur. Dördüncü suala baxırıq. Xarici yaddaşda saxlanılan, adlandırılmış verilənlər yığını, yəni bizim verilənlərimizin yığımı harada yerləşir? Burada. O da bizdə nə olacaq? Bizim fayllarımız olacaq. Cavab olur nə? A variantı. Deməli, 5-ci suala baxırıq. Fayl adına uyğun gələn, daha doğrusu uyğun gəlməyən maskaları soruşur. Fayl maskaları hansılar idi? Sual işarəsi 1 simvolu, ulduz işarəsi isə n qədər simvolu əhatə etmiş olur. Mən genişlənmə hissələrinə baxıram. X-dən əvvəl bəli bir simvol var və yaxud da bir neçə dənə ola bilər. Genişlənmə hissələri baxıram ki, hamısında uyğun gəlir. Və indi gəlirik alt hissəsində uyğunsuzluqlara baxmağa. Elə uyğunsuzluqları suallardan axtaracağıq. Fikir veririksə, məndə elə C variantı, uyğun olmayan C variantı olacaq. Niyə görə? Fikir veririksə, E hərfindən sonra məndə 4 dənə simvol var. Amma burada fikir verirəm, E hərfindən sonra bir simvol göstərdiyinə görə yanlış olan ilə C variantı olacaq. 6-cı suala baxırıq. Windows-da mümkün fayl adlarını seçin. 2025-ci ildə qəbula bu tip sual düşmüşdü. Demişdik ki, fayl və yaxud da sənədləri adlandırarkən hansı simvollardan istifadə etmək olmazdı? Deməli, böyükdür, kiçikdir, daha sonra slash işarələri düzdür, sola sağa slash işarələri idi. Daha sonra hansı işarələr idi? Sual işarəsi idi. Sonra ulduz idi. Qoşa nöqtə, bir də dırnaq işarəsindən istifadə etmək olmazdı. Cəmi 9 dənədir. Bəli, 5 burada, 4 də burada. Deməli, indi fikir verirəm, sual işarəsi gördüm, çıxdım. Böyük, kiçik gördüm, çıxdım. Slash işarəsi gördüm, çıxdım. Sonra ulduz işarəsi gördüm, çıxdım. Doğru cavab olur 2, 3. Bu arada bəzən nidanı da çaşırlar. Nidadan istifadə etmək olar. Yəni, doğru fayl adına uyğun gələcək. 7-ci sualda deyir ki, hər hansısa bir kataloqda paper.txt faylı saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra. Deməli, bunu daşımışam, bu hal alıb. Deyir ki, yer dəyişməyə qədər olan faylın saxlandığı kataloqun tam adı necə olacaq? Mən baxıram ki, köçürmədən sonra bu halı alıb. İndi yer dəyişməyə qədər əvvəl necə olub? Məndən paper.txt faylını soruşur və deməli, köçürüb sonda bu halı alıbsa, deməli, yeni olaraq refə köçürülüb də. Yeni refə köçürülüb. Əvvəl deməli necə idi? C sektor user txt paper idi. Gəlib alt kataloqa köçürəndə refə köçürtmüşəm. Deməli, doğru cavab refə köçürtmüşəmsə, indi kataloqun ümumi adını göstərəndə biz diski də göstərməliyik. Deməli, bu formadaydı ki, bura kimi idi ki, mən gəlib refə köçürtmüşəm, sonra bu formanı alıb. Əvvəlki vəziyyəti Y variantı formasında olacaq. 8-ci suala baxırıq. Qeyd edir ki, Windows əməliyyat sistemində plug and play texnologiyası nə işə yarayır? Baxaq. Burada texnologiya demişdik ki, periferiya qurğuları ilə əlaqəli idi. Şriftlərin istifadə edilməsi, mürəkkəb sənədlərin hazırlanması, deməli, ekranda görünən informasiyanın olduğu kimi çap edilməsi səhvdir. Mouse vasitəsilə başqa yerə drag and drop idi. Deməli, müxtəlif tipli verilənlərin, yox, yeni periferiya qurğuların avtosaxlanması. Deməli, plug and play texnologiyası, plug and play texnologiyası qurğularla bağlı olur. Elə qurğularla gördüyümüz cavabı götürmüş oluruq. Aşağıdakilərdən hansı əməliyyat sistemi deyil, yeni qəbula eyni sual düşüb, təkrar OS modelinin səviyyələridir, digərləri isə əməliyyat sistemi olacaq. 10-cu suala baxırıq. 10-cu sualda qeyd edir ki, şablonuna uyğun olanlar. Bilirik ki, sual işarəsi bir simvolu bildirir. Yəni, genişlənmə hissəsində 3 dənə hərf olmalı. Genişlənmə hissəsində 3 hərf olmayanları çıxıram. Yəni, 2-ni çıxacaq. Çünki genişlənmə hissəsində 2-də 4 dənə simvol var. Bunu çıxdım. Gördüm, genişlənmə hissəsində problem yoxdur.
İndi gəlirik, ümumi simvolu nə qədər olmalıdır? 1, 2, 3, 4, 5 dənə simvol olmalıdır. 5 dənə simvol olmayanlara çıxıram. Fikir veririk, 3, 4, 5, 6 dənə. 2-ni çıxıram. 2-ni onsuz da çıxmışdım deyəsən. Hə, çıxmışdıq. Deməli, dedik ki, mütləq şəkildə 3, 4, 5 dənə simvol olmalıdır. Burada 7 dənədir. 6-nı da çıxıram variantlardan. Sonra nəyə baxırıq? Artıq bilirik ki, 1 doğrudur, 5 doğrudur. Niyə görə doğrudur? Fikir veririk. 1, 2, 3, 4, 5 dənə simvolumuz var. Bu uyğundur. Deməli, baxdım 1, 5 uyğundur. Daha sonra fikir verirəm, məndə nə qaldı? 4 ilə 3-ün uyğunluğunu yoxlamalıyam. Fikir verirəm, 3, 3, 6 simvol buradadır. Amma mən dedim ki, məndə 5 dənə simvol olmalıdır. Ona görə 4-ü də çıxıram. 5 dənə simvol olan 3-dür. Cavab qalır nə? D variantı. 11-ci suala baxırıq. 11-ci sualda deyir ki, Windows 10-da yaradılmış mətn faylı ardıcıl dəyişikliklərdən sonra həmin bu formanı alır. Adları ilə yaddaşda saxlanılır. Bu zaman deyir ki, kitab 1-in qovluğunda neçə müxtəlif fayl yaranmış olacaqdır. Deməli, bunu yadımızda saxlayırıq. Kitab 1 ilə bağlı soruşur, kitab 1 ilə bağlıları soruşur. Baxıram kitab 1-də. Həmçinin kitab 2-yə də baxaraq problem deyil. Qovluq və yaxud da fayl adlarında böyük və yaxud da kiçik hərf yoxdur. Eyni baxır. Sadəcə burada nəyə baxıram? Fikir veririk, akt 1 var, akt 2 var, bir də akt 2 var. Deməli, böyük və kiçik hərfin aidiyyatı yoxdursa, deməli, bir dənə akt 2 olacaq, bir dənə də akt 1 olacaq. Deməli, kitab 1-də 2 dənə olacaq. Kitab 2-yə baxsam, akt 1 var, sonra nə var? Akt 2 var, yenə də akt 1, 2, hərəsində 2, 2 olacaq. Yəni, genişlənmədə də fikir verir, genişlənmələri eynidir. Genişlənmələri fərqli olsaydı, hə, okey, onu da ayrı götürərdim. Deməli, kitab 1-də 2 dənə fayl, kitab 2-də də 2 dənə fayl olacaq. Yəni, böyük və kiçik hərfin olmasının aidiyyatı yoxdur. Burada rəqəmə görə götürdük. Bir dənə 1-dir, bir dənə 2-dir, ona görə fərqli sənəd olacaq. Deməli, bu Windows-da yaradılmış kitab 1 qovluğunda 2 müxtəlif fayl yerləşmiş olacaq. 12-ci suala baxırıq. MS Word 2019 mətn prosesorunda hansı formatlı fayllarla açmaq mümkündür? XLS bilirik ki, Excel'in genişlənməsidir. Ona görə avtomatik olaraq bunları variantlardan çıxıram. Daha sonra baxıram. Burada PDF ola bilər, Doc ola bilər. MDBX deyə mətn tipli genişlənmə qeyd etməmişik. Cavab qalacaq Y variantı. Həqiqətən də .m mətn tipli, RTV-də mətn tipli verilənlərin saxlanılması üçün istifadə edilən genişlənmə olacaq. 13-cü suala baxırıq. Faylın adında hansı işarəyə icazə verilir? Qoşa nöqtədir, slashdir, ulduzdur, sual işarəsi olmazdı. Ona görə də doğru cavab olur B variantı. 14-cü sual NTFS fayl sistemlərimiz var idi. FAT16, FAT32, bir də NTFS fayl sistemləri. Deyir ki, NTFS fayl sisteminin FAT fayl sistemi ilə müqayisədə əsas üstünlükləri bundan 2024-cü ilin 2-ci cəhdində də bununla bağlı qəbula sual düşmüşdür. NTFS fayl sistemləri üstündürsə, nasaz klasterlər təkrar istifadə edilə bilməz. Niyə? Çünki üstünlükdür da, bu niyə mənfi bir şey olsun? Nasazlar istifadə etməz. Ona görə biri üstünlük olaraq götürə bilmərik. Biri variantlardan çıxırıq. Daha sonra baxırıq. Hər bir istifadəsi üçün bəli, ayrı bir zibil qutusu olurdu. Bu doğrudur. Bunu elə doğru götürəndə cavab qalır Y variantı. Fikir veririk. Faylların fragmentasiyası azalır. Hər bir istifadəsi üçün ayrı bir zibil qutusu təmin edilir. Hər bir klaster üçün 4 baytdan istifadə edilir. Belə bir anlayış qeyd etməmişik. Disk deməli 256 terabayt idi diskin ölçüsü. Diskin ölçüsü 256 terabayt idi. Deyir ki, disk 512 baytla, bayt söhbəti ümumiyyətlə deməli FAT16-da bitirdi. Artıq FAT32-də demişdik ki, fayl 4 GB idi. Deməli, diskin ölçüsü 8 terabayt, NTFS fayl sistemdə isə 256 terabayta bərabər olurdu. Ona görə cavab olur Y variantı. Yenə 15-də fikir veririk, təkrarlanıb NTFS fayl sistemi ilə bağlı soruşur. Müqayisədə əsas üstünlükləri təkrar düşməyib, bəzi yerlərini dəyişiblər. Fikir veririk, 512 söhbətini yığışdırıblar burada. Nasaz klasterlərdən təkrar istifadə edilir, yanlış idi, üstünlük deyil idi. Deməli, yenə biri çıxırıq. Sonra demişdik ki, zibil qutusu olurdu istifadəçilərin, ilə yenə cavab qalır C variantı. Burada fikir veririk, faylların mühafizəsi idi, arxivləşdirilib yer açırdı, 4 baytdan istifadə edilirdi, bu da yanlışdır. Bunlar da çıxanda cavab qalacaq elə C variantı. Deməli, mühafizədir, arxivləşdirilmədir, informasiya tutumu üçün yerin açılmasıdır, daha sonra sıxışdırmadır, reklabin zibil qutuları idi, NTFS fayl sistemlərinə aid edilmiş olurdu. Mümkün fayl adlarını seçin deyir. Demişdik ki, fayl adlarında böyükdür, kiçikdir istifadə etmirdik. Sonra ulduzdur, suallı istifadə etmirdik. 1, 4, 6-nı variantlardan çıxsam, cavab qalacaq D variantı.
Deməli 17-ci suala baxırıq. 17-ci sualda nəyi soruşur? Proqramlarla faylların ad genişlənməsi arasında uyğunluğu müəyyən edin deyir. Deyəsən bu elə burada tam imiş. Deməli baxaq onda. Baxırıq Adobe Illustration AID ilə baş hərflərinə baxanda 1-ə C variantı uyğun gələcək. Paint dedik ki, şəkillər yaratmaq üçün istifadə edirdi. Deməli Paint-ə uyğun gələn BMP şəkil tipli genişlənmələr 2-yə D variantı uyğun gələcək. Daha sonra job demişdik ki, arxiv fayllarının genişlənməsi idi. Adobe Photoshop'un genişlənməsinə isə B variantı uyğun gələcək. Deməli 1C, 2D, 3-ə isə B variantı uyğun gələcək. 18-ci suala baxırıq. Hansı hallarda fayl mübadilə buferinə düşür deyir. Bu necə gəlib? Bu sual bura düşüb. Bu səhvən gəlib bura düşüb. Ümumiyyətlə əməliyyat sistemləri ilə bağlı olan bir sual deyil. Fayl mübadilə buferinə təbii ki, cut və yaxud da copy əmrləri icra ediləndə düşür ki, onlara aid edilməyən buradan çıxırıq. Yəni bu ümumiyyətlə bizdə bura aid deyil. Aid deyil, amma yenə də baxa bilərik. Cut əmri icra edildikdə bəli mübadilə buferinə düşmüş olacaq. Daha sonra kontrol düyməsi basılı halda digər qovluğa köçürtmək də yanlışdır. İkinci çıxırıq variantlardan. Copy və yaxud da paste əmrləri icra edildikdə faylın sürüklənməsini çıxırıq. Cavab qalır 1, 3, 5. Fikir veri Ctrl-C kopyalayanda ola bilər, kəsəndə ola bilər. Deməli 19-cu suala baxırıq. Deyir ki, TXT.org serverində yerləşən ftp.net faylına müraciət HTTP protokolu vasitəsilə həyata keçirilir. Aşağıdakı cədvəldə faylın ünvanının fraqmenti A-dan G-yə qədər hərflər ilə işarə edilmişdir. Həmin faylın internet ünvanını bizdən soruşur. Ümumiyyətlə biz demişdik ki, faylları yazanda birinci protokolu qeyd edirik. Deməli, birinci FTP protokolun adını qeyd edəcəm. FTP net faylına müraciət etmək üçün deyir, istifadə edilir. Daha doğrusu FTP faylına müraciət edirik. Mən də burada deyirəm. FTP faylına müraciət edirik. Baxırıq, HTTP vasitəsilə müraciət etmiş oluruq. Bunu qeyd edəndən sonra həmin bir ilkin olaraq protokolu qeyd edirik. Protokolu qeyd edəndən sonra nə edirdik? Qoşa nöqtə slash işarəsi qoyurduq. Deməli, birinci C gələcək, ikinci A gələcək. Ona görə C və A-nın gəlmədiyi variantları çıxıram. Gəldim, qeyd edirəm, HTTP, qeyd etdik. Daha sonra nə etdik? Qoşa nöqtə, slash işarələri yazdıq. İndi görək bizdən nəyi soruşur? Deyir ki, TXT.org serverində yerləşən fayla müraciət edilir. Deməli, bu serverin adı, TXT.org-un adı bizdə FTP-netdən əvvəldə olmalıdır. Deməli, TXT-nin adı FTP-dən əvvəldə olmalıdır. Yəni, GB-dən əvvəldə olur. GB-dən əvvəldə olur. Fikir verik, GB-dən əvvəldədir. Burada G, B-dən sonradır. Ona görə cavab olacaq nə? B variantı. Həqiqətən də baxsaq, deməli, qeyd edir HTTP çəkdi. Sonra G gəlir. G nə idi? TXT.org serverin adını qeyd edirəm. Gəlib qeyd edəcəm. TXT.org serverində, TXT.org serverin adını yazdım. Deməli, həqiqətən də baxıram ki, G-dən sonra D gəlməlidir. Uyğun gəlir. Hələ ki, 4-ü də uyğun gələcək. Daha sonra bunu ayırmalıyıq da biz. Serveri digərindən ayırmalıyıq. Gəldim, serverdən slash işarəsi çəkdim, yəni F-dən istifadə etdim. Sonra növbəti baxıram ki, ftp.net faylına. ftp.net faylıdsa, fikir verirsə, həqiqətən də B variantı uyğun gələcək. ftp.net faylı. Deməli, dedik ki, mütləq şəkildə birinci protokolu qeyd edəndən sonra həmin işarələri qoyuruq. İşarələri qoyandan sonra isə artıq server və faylı yerləşdirmiş oluruq. Növbəti suala baxırıq. Deməli, nə qeyd edir bizdə bu sualda? Qeyd edir ki, Photo-10 JPG faylı C diskindəki foto qovluğunda yerləşir. Və bu qovluqda şəhər qovluğu və onun içərisində Bakı alt qovluğu yaradılır. Deməli, şəhər yaradılır, şəhər yaradılacaq. Deməli, onun alt qovluğunda, yəni belə daxilində, alt qovluğunda Bakı alt qovluğu yaradılır. Daha sonra deyir ki, Photo-10 JPG faylı həmin alt qovluğa daşındıqdan sonra faylın adı hansı formada olacaq? Birinci bilirik ki, həmin faylı həmin alt qovluğa daşındıqda deyir Photo-10 JPG. Bizdə birinci qeyd etdik ki, C diskindəki foto qovluğunda. C diskində birinci foto qovluğu var. Deməli, birinci C diskində foto qovluğumuz var. Bunu çıxıram variantlardan. Deməli, C diskindəki foto qovluğundadır bu. Sonra deyir ki, bu qovluqda şəhər qovluğu və onun içərisində Bakı qovluğu yaradılır. Deməli, fotonun daxilində şəhər, şəhərin daxilində Bakı. Deməli, fotonun daxilində şəhər, baxıram, fotonun daxilində şəhər. Bəli, fotonun daxilində şəhər, şəhərin daxilində Bakı qovluğu, alt qovluğu yarandı. Sonra deyir ki, Photo-10 JPG faylı həmin alt qovluğa daşındıqdan sonra, yəni onu da gətirdim, bura daşıdım. Deyir, həmin alt qovluğa daşındıqdan sonra faylın tam adı necə olacaq? Bu formada olacaq.
Deməli, sadəcə orada yazılanı ardıcıl şəkildə yazırıq. Birinci diskin adın, sonra fotonun daxilində şəhər, sonra Bakı. Fikir verirsə ardıcıl şəkildə ilə cavabımız çıxmış olur. Cavab olur Y variantı. 21-ci sualda arxiv faylları üçün hansı genişlənmədən istifadə edilir? Bayaqdan neçə dəfə görmüşük. Deməli, XLS dedi ki, Excel-indi, GIF animasiyalarını idi. Doge isə Word, mətin tipli redaktorlarını idi. Cavab qalır 1-5 Y variantı. 22-ci sual. Resurslardan istifadə tipinə görə, deməli, əməliyyat sistemlərini bölürlər. Demişdik ki, resurs mənbədən necə istifadə edirdik? Lokal idi, bir də şəbəkə idi. Mənbə lokal şəbəkə ola bilər. Belə qeyd etmişdik də. Deməli, resurslardan istifadə tipinə görə böldük. Sonra istifadəçi interfeysinə görə əmrli obyekt yönümlü idi. Məsələlərə görə idi. Daha sonra emalı rejiminə görə paket emalı vaxt bölgüsü resurslardan da istifadəsinə görə bölünmüş olurdu. Deyir ki, File Explorer proqram pəncərəsinin sol kənarında ağacvari belə bir struktur verilmişdir. Yaranması üçün yerinə yetirilən əməliyyatlar ardıcıllığını müəyyən edin. Bayaq dediyi daxilində alt qovluq yaradılır. Fikir veririk, 2 dənə burada baş qovluq var. 2 dənə baş qovluq var. Daha sonra magistraturanın daxilində informatika, məntiq, məntiqin də daxilində təhlil var. Bu formada yaradılıb. Deməli, indi mən gəlirəm nəyə? Birinci magistratura və müəllimlərin işə qəbulu yaranmalıdır. İndi fikir verib, magistratura qovluğunu yaratmalıyam ki, açım. 3-dən əvvəl 4 gələ bilməz. Deyir ki, yaradın. Daha doğrusu 3 açın deyir. Bəli, 4-dən əvvəl 3 gələ bilməz. Bu arada 4-dən əvvəl 3 gələ bilməz. Bu deyir ki, qovluğu açın. Açandan sonra yarada bilmərəm. Birinci qovluğu yaratmalıyam. Deməli, indi gəlirəm birinci magistratura qovluğunu yaratmağa. Magistratura qovluğunu yaradım. Aha. Bir də müəllimlərin işə qəbul qovluğunu yaradım. Bu ikisini yaradacağım. Deməli, sonra fikir verirəmsə, bircə dəqiqə fikir veririk. Deməli, müəllimlərin işə qəbul qovluğunu yaradacağım, bir də magistratura qovluğunu yaradacağım. Burada deyir ki, gəlin variantlara baxaq. Müəllimlərin işə qəbul qovluğunu yaradım. Okey, yaratdım. Daha sonra deyir ki, magistratura qovluğunu yaradım. Bunu da dedi. Sonra nə deyir? Magistratura qovluğunu açın. Aha, daxil oldum. Təhlil qovluğunu yaradın qeyd edir. Bu yanlışdır. A variantını çıxıram. Sonra C variantına baxırıq. C variantında qeyd edir ki, magistratura qovluğunu yaradın. Aha, sonra deyir müəllimlərin işə qəbul qovluğunu yaradın. Bunlar niyə görə? Çünki bu yaradır, bunu yaratdı. Sonra bunun içərisinə daxil olub yaradır da, yəni fərqi yoxdur. Deməli, birinci gəldim, magistratura qovluğunu yaratdım. Sonra müəllimlərin işə qəbul. Sonra magistratura qovluğunu açdım. Çünki onun daxilində müəyyən şeylər yaradacağım. İnformatika qovluğunu yaratdım. Okey, hələ ki uyğun gəlir. Bəli, yaratdım, daxil oldum, yaratdım. Sonra deyir, məntiq qovluğunu yaradım. Məntiq qovluğunu yaratdım. Məntiqi də yaratdıq. Haradaydı məntiq? Aha, yaratdıq. Sonra da deyir, məntiqin daxilində də görürəm təhlil. Deyir, məntiq qovluğunu açın, açdıq. Təhlil qovluğunu yaradın. Yəni, məntiqin daxilində olduğuna görə birinci məntiqi açmalıyıq. Ona görə elə C variantı uyğun gələcək. Həqiqətən də baxsaq, məsəl üçün, bura baxıram. Magistratura qovluğunu yarat, informatika qovluğunu yarat deyir. Burada artıq ardıcıllıq itir. Yaxşı, məntiq qovluğunu yaratdıq. Məntiqin qovluğunda deyir, məntiq qovluğunu açdıq. Müəllimlərin işə qəbulunu yarat. Güya məntiqin daxilində müəllimlərin işə qəbulu yerləşir. Çox məntiqsiz oldu bu. Yəni, bu formada variantları çıxıb doğru variantı almış oluruq. Aşağıdakılardan hansı arxiv faylıdır deyir. Uzun müddət istifadə edilməyən fayllar deyir. Müəyyən proqram ilə sıxılmış. Aha, fikir verik. Artılmış icazə verməyin qorunan fayllar haydındır, gizlədilmişdir. Konfigurasiya bu deyil. Uzun müddət istifadə edilməyən fayllar deyil. Fikir veririksə, müəyyən proqramla sıxılmış, sıxışdırılır, arxivləşdirilir və sonradan istifadə üçün saxlanılan fayllar, bəli, arxiv faylları olacaq. Ölçüsü azaldılmış, məzmunu dəyişdirilmiş, alqoritmlərdə icra olunan fayllar, xeyr, icra olunan faylları qeyd etməmişdik. Cavab olur elə C variant. Daha doğrusu qeyd etmişdik icra olunan faylları sistem üçün yaradılmış idi. İcra olunmayanlar demişdik ki, həmin bu sarı papkalar idi. Sadəcə arxiv faylları sıxılmış olanlar idi. Burada fikir verirsiniz, yenə qəbula eyni tipli sual düşür. 30-cu sual eynidir. 30-cu sual. Deməli, 25-ci suala baxırıq. Aşağıdakılardan hansıları qrafiki fayl genişlənmələridir? Mən baxıram ki, burada deməli, BAK əmr interfeysi idi. BAK-ı çıxıram, 4-ü çıxacaq. Sonra CDR-dir. Sonra nəyə görə? PNG-dir, CDR-dir. SFX bizdə arxiv fayllarının genişlənməsi idi. Bunu da çıxıram. Sonra PNG-dir, CDR-dir. Sonra BMP-dir.
Bizdə bunlar artıq nələrə aid idi? 1.3.5 hələ ki uyğun gəlir. Bəli, PCD-də Photoshop-un idi. Bunlar kompüter qrafikasına aid olan, bu da əmr tipli verilənlərin genişlənməsi, mətn tipli. Daha doğrusu COM-X-i icra olunan faylların genişlənməsi idi. Bizdə qrafiki faylları soruşur ki, C variantı uyğun gələcək. Elektron təqdimat proqramında yaradılıbsa genişlənməsinə baxacaq. Bu Excel-in genişlənməsidir. Daha sonra bu JPG-dir, qrafikaya aiddir. Belə genişlənmə qeyd etməmişik. Doc mətn tipli idi. PPT, PPTX, Photo2 elektron təqdimat PowerPoint-a aid genişlənmə idi. Deməli, yenə burada faylın yolu ilə bağlı gəlib. Deyir ki, qeyd edilmiş fayl ünvanının yaranması üçün aşağıdakı əməliyyatlar ardıcıllığı. Birinci disk yaradılır. Disk cari disk hesab edilməlidir. Bəli, 5 birinci gəlir. Daha sonra fikir verirəm. 5-dən sonra yaradılmış, yox, birinci 5-dən sonra nə gəlməlidir? Town hissəsi gəlməlidir. Town qovluqları yaradılmışdır. Aha, yaradılmış qovluğa daxil olunmalı. 2-dən sonra 4 gəlməlidir. 5, 2, 4. Fikir verir, town yaradılır. Həmin qovluğa daxil olub qovluğun daxilində yaradırdıq da. Bayaqda nə deyirdik? Deməli, birinci 5 gəlir. Disk yatdıq. Yaradılmış qovluğa, daha doğrusu diski cari disk etdik. Qovluğu yaratdıq. Yaradılmış qovluğa daxil olduq. Sonra nə edirdik? Street yaratmalı və ona daxil olmalı. Bəli, burada daxil olmanı ilə artıq özü verib. Sonra 3-ü daxil olduq. Sonra nə deyir? Street qovluğunu yaratmışdıq. Aha. Sonra nə edirik? Home TXT faylını yaratmalıyıq sonda. Elə cavab 5, 2, 4, 3, 1, yəni C variantı uyğun gəlmiş olacaq. Yəni qovluğu yaradandan sonra mən bunun içərisinə daxil olmadan onun içərisində bir fayl sənəd yarada bilmərəm. Onu da yadımızda saxlamış oluruq. 28-ci sual yenə bu təkrardır. Fikir versə bayaq bu tip bir sual var idi. Hansı sual idi? Elə tələbə tipli idi. Hansı idi bu? Tələbə fikir versə 20-ci sualdan eynidir. Yenə gəlib eyni sualı salıblar. Deməli 28-ci sualda nə deyir bəs? Tələbə C foto şəhərlər Bakı qovluğunda iş görürdü. Sonra kataloq ağacında bir səviyyə geri qayıdır. Buradayam, bir səviyyə geri qayıdıramsa şəhərlərə gəldim. Daha sonra şəhərlərdən Sumqayıta daxil olacaq. Yəni C foto şəhərlər Sumqayıt. Sumqayıta daxil oldu. Onun olur və həmin qovluqda, yəni Sumqayıtın daxilində olan bunu silir. Deməli nə olacaq? C foto şəhərlər. Şəhərlərdən sonra dedik ki, Bakıdan çıxırdı, gəlirdi hara? Sumqayıta. C foto şəhərlər Sumqayıt. C foto şəhərlər Sumqayıt. Aha, fikir veririk. Sonra foto 15 JPG uyğun gəlmiş olacaq. Fikir veririk. Yəni burada Bakıdan çıxıbsa Bakını burada təzədən yazmırıq. Ona görə D variantı uyğun gələcək. 29 da belə görürəm ki, eyni tiplidir. İstifadəçi deyir ki, D dərs üçün materiallar qovluğunda işləyirdi. O qovluq ağacında 2 səviyyə yuxarı qalxdı. Aha, 2 səviyyə yuxarı qalxdı. Mühazirələr qovluğuna 1 səviyyə yuxarı düşərək daxil oldu. Və giriş doc faylını sildi. İstifadəsini sildiyi faylın tam adını soruşur bizdən. Fikir veririksə, deməli işlədiyi qovluğun adı burada qeyd edib. İşlədiyi qovluğun adı budur. Deməli mən fikir verdiksə deyirəm ki, 2 səviyyə yuxarı qalxır. 2 səviyyə yuxarı qalxırsa, 1 səviyyə yuxarı qalxırsa, laboratoriyadan qrupa gəlir. Aha, qrup qovluğuna keçdi. 2 səviyyə olduğuna görə qrupdan da çıxır dərs materiallarına gəlir. Deməli gəldim, çıxdım bura. Gəldi, çıxdı. Mühazirələr qovluğuna 1 səviyyə yuxarı düşür. Mühazirələr qovluğuna düşürsə, mən indi gəldim, D dərs üçün materiallardayam, düşdüm mühazirələrə. Deməli, D dərs üçün materialdan düşürəm mühazirələrə. Yuxarı düşərək daxil oldu və giriş doc faylını sildi. Sildiyi faylın tam adı. Deməli, nə oldu? D dərs üçün materiallar, mühazirələr, sonra nə dedik? Giriş doc faylı. Deməli, 2 səviyyə yuxarı gəldiyinə görə dedik ki, laboratoriyadan qrupa, qrupdan da materiala gəldi. Burada dayandı, bunu saxlayırıq. Yəni, D dərs üçün materiallarda qalırıq. Onlar kimi olanı silmirdik. Daha sonra ondan sonra gəlirdi. Mühazirələr və giriş. Baxıram, mühazirələr və giriş. Hardadır? D dərs üçün materiallar. Laboratoriya artıq getdi. Deməli, cavab olur nə? C variantı. 30-cu suala baxırıq. 30-cu sual da yenə təkrardır. Fikir veririk, bu tip sual var idi. Aşağıdakı əməliyyatlar ardıcıllığında File Explorer-da yerinə yetirilir. Və deyir ki, bu ardıcıllığın yerinə yetirməsi nəticəsində yaranan qovluğun strukturları aşağıdakılardan hansı olacaq? Deməli, fikir verirəm birinci. A1 qovluğunu yarat. A2 qovluğunu yarat deyir. Sonra B2 qovluğunu yarat. Bu formada hissələr verib. Mən fikir verirəmsə, qovluqlar hansılardır? A1 qovluğu var, A2 qovluğu var, B2 qovluğu var. A1 qovluğunu açıb A1-in daxilində bir qovluq yaratmalıyam.
Deməli, A1-in daxilində qovluq olmalıdır. Fikir veririk, burada yoxdur, A2-nin daxilindədir. Bunu çıxdım. Sonra fikir verirəm A2-nin daxilindədir. Mən dedim, axı A1-in daxilində yarat. A1-in daxilində yaradıramsa bunu da çıxıram. Bunlara baxıram, A1-in daxilində bəli qovluqlar var və fikir veririksə A1 qovluğunu, A2, B2 qovluğunu yaradıram. Deməli, bunlar belə bir simmetriyada olmalıdır da. A1, sonra neçə? A1, A2, B2. A1, A2, B2 eyni simmetriyada olmalıdır. Çünki hər biri ayrı qovluqdur. Bir dənə A1 qovluğunun daxilində A1 qovluğunu yaradırıq, A1-i açırıq, A1-in daxilində B1-i yaradırıq. Fikir veririk. Deməli, burada amma eyni simmetriyada deyil. Fikir veririk, A1, B2, A2 eyni simmetriyada. Yəni, tam olaraq məncə başa düşürsünüz nəyi demək istəyirəm. Deməli, qovluq olanda eyni sıralamada olur. Amma daxilində nəyisə yaradanda fikir verirsə içinə doğru olur. Yəni, burada qovluq olan həqiqətən də görürəm ki, A1, A2, B2 ayrı bir qovluqdur. Amma B1 A1-in daxilində yaradılıb. Ona görə cavab olur B variantı. Hətta bu tip bir sual bayaqları gördük. Hansı sual idi bu? Bu tip sual buydu. Fikir veririk, magistratura qovluğu, bir də müəllimlərin işə qəbul qovluğu var idi. Daha sonra həmin qovluqları, yəni eyni səviyyədir. Qovluq olduğuna görə eyni səviyyədir. Bu da həmin tipli sualdır. Daha sonra baxıram 30, ona görə cavab olacaq B variantı. 31-ci sual NTFS fayl sistemi haqqında deyir, doğru olanları seçin. Bu 2024-cü ilin 2-ci cəhdinə düşmüş qəbul sualıdır. Deyir ki, nə edirdi? Faylların şifrələnərək mühafizə olunmasına imkan verirdi. Bu doğruydu. Mühafizəni həyata keçirirdi. Deməli, mühafizənin olmadığı variantları çıxıram. Sonra baxıram. Deyir ki, susmaya görə klasterin ölçüsü 4 kilobaytdır. Sonra deyir, fayllar haqqında məlumat MFT cədvəlində saxlanılır. Maksimum 128 terabayt demədik, 256 dedik. 5-i çıxıram variantlardan. 5-i çıxdığıma görə cavab qalacaq A variantı. Heç məsəl üçün bunu düşünə bilməzdiniz ki, hansı uyğundur görəsən NTFS-i. Çünki variantlara baxanda tam olaraq dediyimiz tipdə deyil, biraz çevrilmiş versiyada cavablar. Həqiqətən də baxsaq, doğru olanları. Klasterin ölçüsü 4 kilobaytdır. Sonra verir bizə mobil daşıyıcılardan istifadə edilir. Belə bir şey qeyd etməmişik. Fayllar haqqında məlumatlar MFT cədvəllərində saxlanılmış olacaq, NTF fayl sistemlərində. Bir də qeyd edirik, faylların şifrələnməsi, bəli, mühafizəsi doğruydu. Elə 5-i çıxıb 4-ü götürəndə cavab qalır A variantı. 32-ci suala baxırıq. Doğru fayl adlarını müəyyən edin deyir. Deməli, demişdik ki, faylların adlarında qoşa nöqtədir. Sual işarəsidir, C variantında sual işarəsi var. Sonra slash işarəsidir, istifadə etmək olmaz. Bir də dedik ki, bəzi adlar var idi ki, ad hissəsində istifadə etmirdi. AUX idi, PRN idi, null idi, John idi. Sonra JOM 0-dan 9-a, LPT 0-dan 9-a adda istifadə edilmirdi. Amma genişlənmədə istifadə edilə bilərdi. Ona görə 32 olur A variantı. Bunlar artıq 2025-ci ildə qəbula düşmüş suallardır, bu son hissələr. Deməli, baxırıq 33-cü. Deməli, birinci cəhdə düşən bu sualdır, 32-ci sual. İkinci cəhdə də yenə faylların adları ilə bağlı düşüb. Deməli, fikir veririk. Məhz 2024-də baxsam, 2024. Deməli, 2023-cü ildə 2024-ün birinci cəhdində faylların, qovluqların adları ilə düşüb. İkinci cəhdə fayl sistemləri ilə bağlı düşüb. Hətta fikir verirsiniz, eyni gedir. Yəni, eyni deməyim. Yəni, son illərdə 2023-cü ildə burada səviyyələrlə faylın yolu ilə bağlı düşüb 23-də. 24-cü ildən yox, 1-ci, 2-ci cəhdə fərqli düşüb. 25-ci ildə yenə təkrar düşübsə, deməli 26-cı ildə yəqin ki, 1-ci, 2-ci cəhdə fərqli düşəcək, eyni tip düşməyəcək. Deməli, 33-cü suala baxsaq, faylın adını soruşur. Faylın adında demişdik ki, ad hissələrində həmin bu, deməli, PRN hissəsindən istifadə edə bilməzdik. John istifadə edə bilmirdik. Məsəl üçün, null demişdim, PRN demişdim, N tək idi, bəli, John tək olurdu. Bundan istifadə edə bilmirdim. Sonra null istifadə edə bilmirdik. Digərlərinə baxsam, deməli, Dodge PRN-dir, genişlənmədə istifadə edə bilirdik. Dodge exe-dir, exe nulldur, exe dogdur. Bunları istifadə edə bilərik. 2, 4, 7, 8, 2, 4, 7, 8 doğru cavab olacaq. Bu da belə deməli say sistemləri ilə, daha doğrusu əməliyyat sistemləri ilə bağlı olan qəbula düşmüş sualların izahına baxmış olduq. Əməliyyat sistemləri rahat düşür, sadəcə bir dənə faylların yolunu tutsaq, baxırıq ki, belə əməliyyat sistemi ilə bağlı olan qəbula çətin tipli sual düşməyib. Belə ümid edirəm ki, video izahı hər biriniz üçün faydalı olmuşdu, aydın olmuşdu. İnşallah gələn dərslərdə, gələn video izahlarda görüşənədək hər birinizə uğurlar əziz tələbələr.